İslam müəllimin həyat ağacı 70 illik yubileyinə. Qarşımızda bütöv bir ömrün hekayəsini danışan uca bir ağac dayanır. Bu ağac ailəsinə, doğmalarına və bütün ətrafına dayaq, mərhəmət və xeyirxahlıq bəxş etmiş bir insanın, İslam müəllimin simvoludur. Ağacın qüvvətli gövdəsi və geniş budaqları İslam müəllimin həyat yolundakı mətinliyini, müdrikliyini və dayanıqlığını əks etdirir. Onun ömrü doğruluq, böyüklük və xeyirxah əməllərlə dolu ömürdür. Ağacın zirvəsində parlayan ay ulduz və onun adının ilk hərfi İ yerləşir. Bu işarə İslam müəllimin mənəvi aləmini, saf niyyətini, yüksək əxlaqını və inancını simvolizə edir. O, sanki İslam müəllimin ömür yolunu işıqlandıran mənəvi bələdçidir. Sol tərəfdəki qızılı lirə işarəsi İslam müəllimin incəsənətə və musiqiyə olan məhəbbətini təcəssüm etdirir. Bu, onun mədəniyyətə, gözəlliyə və həyatın mənalı ritminə verdiyi dəyərin rəmzidir. Sağ tərəfdəki qədim üslublu fənər İslam müəllimin insanlar üçün yandırdığı işığın simvoludur. Bu, onun doğma kəndində küçələrə işıq çəkərək insanlara təhlükəsizlik və istilik bəxş etməsini xatırladır. Aşağıda təsvir olunan quyudan süzülən su damcısı İslam müəllimin kasıb ailələr üçün arteziyan quyuları qazdırmasını simvolizə edir. Bu su yalnız susuzluğu yox, həm də insanların həyatına ruzi və sağlamlıq gətirirdi. Ağacın kökləri yanında dayanmış tar, xalqın ruhuna, ənənələrə və saf duyğulara bağlılığın simvoludur. Bu musiqi aləti həyatın səsindəki həqiqəti, zərifliyi və istiliyi özündə daşıyır. Dərin hörmət, minnətdarlıq və sevgi ilə ailən, qohumların və sənə dəyər verən hər kəs.